Hər bir normal cinsi yetişkənlik yaşına çatmış bir kişi həyatında bir dəfə də olsun hər halda ki, cinsi disfunksiyadan və ya sərtləşmə problemindən əziyyət çəkir və ya bu problemlə rastlaşır və belə halda da həmin problemi aradan qaldırmağa çalışır. Onun üçün həmin insanın müraciət edəcəyi yer ya həkim olur, ya da tanıdığı əczaçı müəssisəsi və ya aptek olur. Və bunun nəticəsində insan həkimə getmədən bəzən aptekdən özü bildiyi və ya tanıdığı və ya hansısa yaxınının, dostunun məsləhət gördüyü hər hansı bir dərmanı alır, istifadə edir və o dərman müəyyən mənada ona zərər verir və ya kömək edir. Əziz dostlar, bugünkü mövzumuz cinsi zəiflik üçün istifadə olunan dərmanların verə biləcəyi zərərdir. Biləsiniz ki, əgər sizdə sərtləşmə problemi varsa və ya orqazm problemi varsa, məsələn, erkən boşalma və ya gec boşalma problemi varsa və ya cinsi həvəs aşağıdırsa, bunların hər biri ayrı-ayrılıqda bir diaqnozdur. Yəni, sizin zəifliyinizi bir problem kimi müalicə edirik, erkən boşalma və ya gec boşalmanı ayrı problem kimi müalicə edirik, həmçinin libidonun aşağı düşməsini ayrı problem kimi müalicə edirik. Ona görə hər hansı bir dərman bütün bu problemlərin məsələsini kökündən həll edə bilməz. Bu bir. İkinci məsələ odur ki, bu tip dərmanları istifadə edərkən siz müxtəlif zərərlər və orqanlarda geri dönməz proseslər də yarana bilər. Ümumiyyətlə, cinsi zəiflik üçün olan dərmanlar, ən çox da bu tərkibdə olan dərmanlar sildenafil sitrat adlı maddə var, həmin o dərmanların tərkibində. Bu sildenafil sitrat ilk dəfə 92-ci ildə ürək-damar xəstəliklərinin müalicəsi üçün istifadə olunub və nəticədə məlum olub ki, həmin dərmanların ürək-damar sisteminə o qədər də effektli təsiri yoxdur, amma cinsi sistemdə aşırı miqdarda qan depolama funksiyası var və bu da cinsi orqanlarda sərtləşməyə gətirib çıxardır. Və nəticədə sildenafil sitrat adlı preparat və dərman cinsi zəiflik və sərtləşmə probleminin müalicəsində istifadə olunur. Amma bunu istifadə edərkən bilməlisiniz ki, bu tip dərmanların xüsusi bir neçə əks göstərişləri var. Məsələn, qan azlığı və anemiya, şiş xəstəlikləri, leykoz, miyeloma, həmçinin cinsi orqanda əyilmə, məsələn, penisin əyilməsi və ya penisin sərtləşən toxumasında, ağlıq işasında olan fibroz, indurativ düyün və bundan başqa ürək-damar xəstəlikləri və həmçinin siz əgər ürək-damar xəstəliklərindən əziyyət çəkirsinizsə və bunu bilirsinizsə və ya bilmirsinizsə, bu tip dərmanlar sizə hətta ölümcül təsir göstərə bilər. Əziz dostlar, biləsiniz ki, sildenafil sitrat adlı və ya cinsi zəifliyi gücləndirmək üçün olan müxtəlif adlarda olan dərmanların tərkibində olan maddələr sizin ürək-damar sisteminizdə, digər orqanlarınızda problem verməklə yanaşı, həmçinin gözün torluq işasının, yəni görməyə cavab verən hüceyrələrin zədələnməsinə və orada geri dönməz proseslərin əmələ gəlməsinə gətirib çıxarda bilər. Ona görə də sizdəki problem olduqda həmin problemi öz həkiminizlə məsləhətləşib, həmin həkiminizin köməkliyi ilə problemi kökündən həll etmək lazımdır. Məsələn, əgər cinsi zəiflik əmələ gəlibsə, cinsi zəifliyin, yəni sərtləşmə problemini və ya libidonun aşağı düşməsi və ya orqazm problemlərinin pozulmanın, orqazm pozulmalarının, tez boşalmanın, gec boşalmanın müalicə edərkən onun səbəbini aradan qaldırmaq lazımdır ki, normal müalicə effekti alınsın. Hər hansı bir dərman sizi müalicə etməyəcək və sizdə hətta qalıcı fəsadlar və qalıcı zərərlər verə bilər. Ona görə bilmədiyiniz dərmanları alarkən son dərəcə ehtiyatlı olmağınız məsləhətdir. Məsələn, əgər sizdə damarlarda, qan dövranında, qanın yaranmasında problemlər varsa, o dərmanlar sizdə geri dönməz proseslər yarada bilər.